Salam əziz izləyicilər, 12 Mart 2025-ci ildir. Bura Ağdərə rayonunun Xatimbəli kəndidir. Deməli 32 ildir ki, bugün martın 12-si ermənilər ruslarla əlbir olaraq bax biz Ağdərənin 14 dənə kəndini işğal eləmişdilər martın 12-sində. İndi maşallah çox günəşli havadır. Amma biz bu kənddən çıxanda inanın ki, bəlkə yarım metr qar var idi. Qar var idi. Bax, bu deyil, quzeylərlə cəmaat çıxdılar. Bax, bu da şəhidlərimizdir. Allah hər birinə rəhmət eləsin. Bugün anım günüdür. Gəlmişik ziyarətə. Xatimbəli kəndi. Mənim atamın kəndidir bura. Mən də bu kənddə doğulub boya başa çatmışam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gəncəliyev Cahid Məstanoğlu. Atamın xalası oğludur. Xanquliyev Xosrov. Xatimbəli kəndindən Allah rəhmət eləsin. Sarkişiyev Altay. Allah rəhmət eləsin. Bu da mən atam Qurbanov Əli Qismət Zamanoğlu. Allah hər birinə rəhmət eləsin. Bu da Xanquliyev Nazim Xosrov oğlu. Bax bu Xosrov kişinin oğludur. İkisi də şəhid olub. Allah rəhmət eləsin hər birinə, şəhidlərimizə. Xatimbəli kəndidir, bax. Xatimbəli kəndi. Bax, bunlar hamısı şəhid ailələrdir. Şəhid ailələrdir. Gəlmişik ziyarət eləməyə. Şəhidlərimizin anım günüdür. Martın 12-si. Çox bu çovğunlu, qarlı gündə kənd ermənilər ruslarla əlbir olaraq işğal elədilər. Allah ermənilərə də ruslara da lənət eləsin ki, Xatimbəli kəndi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu da rəhmətli Xaqani müəllim, jurnalistimiz Xaqani müəllimgilin evləridir. Davud, bura gəl. Bu da Davuddur. Mənim atamın döyüş yoldaşıdır. Davud, o vaxt o tərəfdə atam şəhid olmuşdu. Eləm orada şey eləyəcək. O Tahirgilin evinin yanından aşağı o tərəf. Aşağı o ağaçlar var ya. O ağaçların yanında bak orada düştüm. Niye orada? Tahir'in evinden aşağı. Tahir'in evinden aşağı bak diye ağaçta görüşüyor, yarpaklı ağaçlar. Bak onun yanında düştüm niye? 3 nəfər gəldi oradan çıxartdıq. Allah rəhmət eləsin. Rəhmətlik əmin də yanındaydı. Əminin əlində avtomatda 4 qəlpə girmişdi. Hayləmi Davuddur. Ağdərə rayonunun baş güney kəndindəndir. O vaxtı atamın döyüş yoldaşıydı. Allah canını sağ eləsin. Nə deyim valla. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Təpənin üstündə ermənilərlə qabaqlaşıb atışmışıq. Bax burada. Burada. Burada biz olmuşuq. O yüzden ermənilər bu dərənin içində atışmışlar. Hayləmi? Hə. Burada şey vardı, böyük tikili vardı, idarə binası tikildilər. Bəli. Onun yanında da bir nəfərin, bizimkilərin bir başını kəsib atmışlar orada, onun üstünü bastırdık orada. Kim çöldə qalmasın. Çıxdıq getdik. Getdik Cəyətağa. Cəyətağa hücum olan günü. Orada onu dəfn elədik, getdik. Həmin gündə Cəyətağa aldıq. 13 gün saxladıq, bizə 11 nəfərlə. Axırda biz çıxdıq, qalaçılardan 11 nəfəri. Biz çıxandan 2 gün sonra burada şəhid oldu. Həzirəcilər, bunlar kəşfiyyat qrupası olub. Siz o vaxtı, Davud bəy bax, siz o vaxtı kəşfiyyat qrupasınızda Ağdamın Qalaçılar kəndində yerləşirsiniz. Biz Qalaçılarda məktəbdə yerləşirdik. 708-in kəşfiyyat bölüyü. Bölük yarısı Ağdam'daydı, yarısı buradaydı. Yarımız o tərəfdə, yarımız burada. Biz ancaq bu Ağdərə zonasında kəşfiyyatda oluruz. Oldu. Biz Vəngə qədər kəşfiyyatda olmuşuq.
Allah canını sağ eləsin, yataşı. Allah var eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Qalanlara da can sağlığı versin. Martın 12-si 92. 92-ci ildə bura işğal olunmuşdu. İndi bugün bizim Martın 12-si 2025-ci ildə gəlmişik buranı ziyarət edirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ha, Altay mənim kəşfiyyat yoldaşım. bəli. Bu da kəşfiyyat yoldaşımdır. Əli Qismət. Allah rəhmət eləsin cəmisinə. Allah rəhmət eləsin. Ən yaxın bu ikisi ilə olmuşam. Elə bir Ha. ikisi də şəhid olan günə qədər məndən bir yerdə olur. Ha, bu Xanguliyevlə də Nazimlə də bunlar Xosrov kişinin oğludur. Ha, bu da rəhmətli Cahid atamın xalası olur. Bu da Allah mənim, rəhmət bu da eləsin. mənim yanımda şəhid oldu. Mənim qucağımda dünyasını dəyişdi. Cahid can yataqda. Allah rəhmət eləsin. İki uşağı Yox, bir Xosrov dayıyla Özlüdür, biri də oğlunu, hə, şəhid olub. Hə. Nəysə, sağ olun əziz izləyicilər. Allah cəmi yenə də şəhidlərimizə rəhmət eləsin. Şükür Allah'ın bu gündəki Allah dövlətimizi qorusun. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Gəldik kəndimizi ziyarət elədik. Sağ olun.